Herkese salam. Yeni bir vlogla qarşınızdayım. Vlogun adından da görmüş olduğunuz kimi bu gün sizlərlə bərabər Xankəndi, Şuşa, Laçın ərazilərini gəzəcəyik. Xankəndidə çox az qaldığımız üçün belə qısa kadrlar çəkdim. İndi isə sizə qısaca Xankəndidə gördüklərimi danışmaq istəyirəm. Xankəndidə hər şey var dostlar. Görmüş olduğunuz kimi 1, 2, 3 saylı avtobuslar var da, sonra yəni şəhərin hər bir yerində restoran var. Ac qalma ehtimalınız yoxdur. Məhz Qarabağ Universiteti də burada yerləşir. Araz Market, Bravo Market, Tam Store Market hər bir şey var da. Sonra banklardan ABB Bank var, Bir Bank var, Xalq Bank var. Gözəllik salonu, bərbər, lazer, yəni ehtiyacınız olan hər bir şey var burada. Xankəndini qısaca gəzdikdən sonra nəhayət Şuşaya doğru yol alırıq və ilk getdiyimiz yer Cıdır düzü olur. Əgər bura baş çəkmək istəyirsinizsə, məndən sizə məsləhət yay aylarında çalışın, ya səhər vaxtlarında, ya da günortadan sonra gedin, çünki hava dəhşət istidir. Və nəhayət uzun müddətdə çox görmək istədiyim Cövhər Ağa məscidinə gəlirik. Burada görürsünüz ki, daşlar arasında məsafə çoxdur. Burada əgər getmək istəsəniz biraz ehtiyatlı olun. Məscidin içərisi həqiqətən çox gözəl idi, mən çox bəyəndim. Baxmayaraq ki, Şuşa həddindən artıq isti idi, ancaq məscidin içərisi çox soyuq idi. Yəni girən kimi sərinləyirsiniz deyə bilərəm. Və buradan da Şuşa qalasına doğru gedirik, ancaq insanlar çox olduğu üçün mən çox çəkə bilmədim. Və nəhayət qaldığımız evə doğru gəlirik. İstəyirəm sizə həmin evi göstərim. Sizə qaldığımız evi göstərim. Deməli, qonaq otağı belədir. Belə qəşəng hava-havası var. Buradan balkondur. Balkonun da görmüş olduğunuz kimi çox gözəl mənzərəsi var. Həqiqətən. Və burada balkonda hər yer açıqdır. Yaşayış var burada. Yəni görürsünüz ki, paltalar falan asılır burada. Nəhayət evin içərisinə yerləşəndən sonra Şuşada məşhur olan Mehmandarovlar ailəsinə malik olan malikanəyə doğru yola düşürük. Həyətin içərisi hər bir şey çox genişdir. Çox təəssüf ki, biz evin içərisinə girə bilmədik. Çünki biz saat 6-dan gec gəlmişdik. Ancaq siz evin içərisinə baxmaq istəyirsinizsə, mütləq 6-dan tez gəlin. Bir də oradakı işçilərin evin içərisində olmaq məsələsi də var. Buna da nəzər yetirin. Mütləq çalışın ki, işçilərin evdə olduğu vaxt gəlin və nəhayət biz qayıdırıq məhəlləyə. Burada yaşadığımız evin məhəlləsini sizə təqdim edirəm və görmüş olduğunuz kimi həqiqətən çox gözəldir. Burada nə qədər adam yaşayır, mən bu qədər gözləməzdim və nəhayət gəlirik İsa bulağına və tez bir şəkildə qaçırıq Laçına. Və yəni demək olar ki, mənim ən çox bəyəndiyim yerlərdən biri də Laçın oldu. Evlər, şərait. Burada da hər bir şeylə təmin olunmuşdu evlər və yaşayış olduqca çoxdur burada da və biz nəhayət Laçına məşhur çayı olan Həkəri çaya doğru yola düşürük. Burada indi sizə çay təqdim edəcəm. Ay Allah. Nəhayət bir vlogun daha sonuna gəldik dostlar. İzlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı və like atmağı unutmayın.